Tabii ki bizim eyni zamanda Doktor Seyfəddin klinikasında hər zaman deyirik, insanlarımız gəlirlər, dünyanın hər yerindən bilən adamlar, bu dili bilən adamlar baş ağrısından azad olmağa, miqrenindən azad olmağa və çox gözəl nəticələrimiz var, birmənalı şəkildə nəticələrimiz var və uzun illər baş ağrısından əziyyət çəkən adamlar, hansı ki, başı ağrı bir tərəfli gözünə vurur, bəzən görürsən ki, deyir, az qalır, görməm zəifləsin və yaxud bəzən görmürəm, ürəkbulanma verə bilir, güclü olanda qusma verə bilir və yaxud da işığa, kəskin işığa baxa bilmirlər, kəskin səsə qulaq asa bilmirlər. Bütün hallarda miqren xəstələrində xüsusilə soyuğa həssas olurlar. Onların müalicəsində dediyimiz kimi iynə dərman o qədər effekt vermir və təbii sularla insanları baş ağrısından azad edirik. Xüsusilə də adamlara həmişə məsləhət edirəm ki, gördün baş ağrısı gəlir, kofe iç, ayağını isti suya qoy, ondan sonra banka qoydur, isti qrelka qoydur, masaj elətdir. Gördün, yox, alınmır, onda neynə? Onda gəlirsiniz və o baş ağrılarından sizi azad edirik.